Xırdalan şəhərində Heydər Əliyev adına prospektin tam yaxınlığında şəxsi tikili 2 otaqlı, tam təmirli həyətinə avtomobil yerləşəcək boyda həyəti olan gözəl bir həyət evini təqdim edirəm. Həqiqətən də bu ərazilərdə belə gözəl evlər çox az halda çıxır satışa. Dəyərli dostlar, sizin də satışda belə gözəl mülkləriniz varsa bizə müraciət edə bilərsiniz. Tez bir zamanda satışın köməyi göstərə bilərik. Baxın, belə bir səliqəli həyətimiz var. Üstü navesti, avtomobil rahatlıqla daxil olur, kiçik avtomobil. Yerdən 3 daş kürsüdür. İsitmə sistemimiz kombidir. Qazı su işığı daimidir. Mərkəzi kanalizasiya sistemidir. Daxil olarkən evimizin içərisinə baxın, belə bir koridor qarşılayır bizi. Baxın, daxil olarkən bizi belə bir səliqəli koridor qarşılayır. Mətbəx, qonaq otağı, yataq otağımız. Gəlin ən birinci sizə təqdim edeyim. Geniş ölçüyə malik olan böyük mətbəx yataq otağımızdan. Gördüyünüz kimi pəncərəsinin qarşısı açıqdır. Dəmir barmaqlar quraşdırılıb. Qiymətin sizlərə açıqlayım dəyərli dostlar. Qiymət şərh bölməsində açıqlanacaq. İzləmədə qalın, sizə ətraflı məlumat verəcəm mən. Gördüyünüz kimi qoşadaşla inşa edilib. Tam təmirlidir, hazır alıb köçüb yaşaya biləcəyiniz gözəl bir həyət evidir. Dəyərli izləyicilər, sizin də satışda əmlaklarınız varsa bizə müraciət edin. Ümumi sanuzel Xırdalan şəhərində məktəbə, mərkəzi prospektdə, Avparka yaxın bir istiqamətdə yerləşir. Çox gözəl, çox səliqəli bir evdir. Mətbəx alanımızı görürsünüz, belə bir mətbəx mebeli yığılıb. Tam ideal təmirli, alıb keçib yaşaya biləcəyiniz gözəl bir mətbəx alanımızda. Ünvan çox gözəldir. Şəhərə işləyən avtobus, metroya işləyən avtobus, şəhərdaxili işləyən avtobusların tam yaxınlığında yerləşir. Burada da yerləşir qonaq otağımız. Görürsünüz, səliqəli, gözəl ölçüyə malik, böyük. Bax, səliqəli, gözəl. Yəni evdə konkret olaraq belə bir söz deyim ki, təmirə ehtiyac yoxdur. Tam ideal təmirlidir alıb keçə biləcəyiniz. Dəyərli dostlar, vaxtınızı bizə ayırdığınız üçün, bizi izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Digər kadrlarda görüşənədək sağ olun, sağlıqla qalın. Allah alanın da, satanın da xeyrini versin.